Selamun aleykum. Ramazanın 8-ci günündəyik. Bu mübarək ay bizə öyrədir ki, əlimizdəkilər paylaşdıqca azalmır, əksinə bərəkətlənir. Səxavətli olmaq sadəcə zənginlərin işi deyil, azı olanın azından, çoxu olanın çoxundan verməsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanda əsməkdə olan küləkdən daha səxavətli olardı. Gəlin bugün paylaşmağın mənəvi gücünə nəzər salaq. Günün ayəsi. 1-ə 700 verən mükafat. Ayə. Mallarını Allah yolunda sərf edənlərin halı 7 sümbül bitirən bir dənəyə bənzəyir ki, hər sümbüldə 100 ədəd dənə vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Bəqərə surəsi 261. Açıqlama. Bu ayə ilahi bir ticarətin düsturudur. Biz bir veririksə, Allah bizə yüzlərlə qatını vəd edir. Amma burada bir şərt var. Allah yolunda xərcləmək. Yəni, qarşılıq gözləmədən, sadəcə onun rizasını qazanmaq üçün. Səxavət insanı daxili bir sıxıntıdan, paxıllıqdan və dünya malına hərislikdən xilas edir. Verdiyimiz hər bir sədəqə əslində gələcəyimiz üçün etdiyimiz ən böyük yatırımdır. Günün hədisi. Səxavətli insanın məqamı. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Səxavətli insan Allaha yaxın, insanlara yaxın, cənnətə yaxın və cəhənnəm odundan uzaqdır. Tirmizi. Açıqlama. Diqqət yetirin. Səxavət insanı həm yaradana, həm də yaradılanlara sevimli edir. Cömərd insan ətrafına hüzur və ümid saçar. İnsanlar belə bir şəxsi sevər, Allah isə onu qoruyar. Oruc bizə acılığı hiss etdirərək ehtiyacı olanların halını anlamağa kömək edir. Bu anlama isə bizi əməli addım atmağa, səxavətli olmağa sövq etməlidir. Unutmayın. Sədəqə malı əskiltməz, əksinə təmizləyər. Günün duası. Səxavətli qəlb istəyi. Gəlin birlikdə dua edək. Allahım, bizə verdiyin nemətləri sənin yolunda sərf etməyi, paylaşmağı və əli açıq olmağı nəsib eylə. Qəlbimizi simiclikdən, nankorluqdan və dünya malına qul olmaqdan qoru. Bizi sənə yaxın olan, cənnətini qazanan səxavətli bəndələrindən eylə. Amin. Əziz dostlar, bugün kiçik də olsa bir səxavət göstərməyə nə deyirsiniz? Bu, bir quşa dən vermək, bir ehtiyacı olana iftarlıq hazırlamaq və ya sadəcə bir insana təbəssüm hədiyyə etmək ola bilər. Gördüyünüz kiçik xeyir işləri, yəni başqalarına ilham olması üçün anonim şəkildə şərhlərdə paylaşa bilərsiniz. Sabah 9-cu gündə dostluq və vəfa mövzusunda görüşənədək. Allaha əmanət olun.